Qubanın 8 kəndinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib. Rayonun Qırız, Haput, Əlik, Cek, Bostankeş, Qalaxudat, Xınalıq və Buduq kəndlərinə aparan yollarda hərəkət məhdudlaşıb. Quba, İspik, Xınalıq avtomobil yolunda güclü qar yağması nəticəsində yolun hərəkət zolağında 37-ci kilometrdən 50-ci kilometrə qədər 1 metrə kimi qar kütləsi əmələ gəlib. Tam bağlıdır, yəni getdik geri qayıtdıq, tam Xınalığa qalxa bilmədik də. Yollar əlbəttə bağlıdır, yollar bağlıdır, pis gündədir. Qar bir tərəfdən, sel daşqınları bir tərəfdən ürəkaçan deyil. Eyni zamanda müxtəlif yerlərdə intensiv yağışlar nəticəsində yola daş, qaya parçaları tökülüb. Adı çəkilən kəndlərə aparan alternativ yol olan Quba-Alpan-Xınalıq yolu da qar səbəbindən bağlıdır. Keçilməz vəziyyətdədir və nə iş görülür? Hal-hazırda gördüyünüz kimi Quba-İspik-Xınalıq avtomobil yolunun 35-ci kilometrdən 50-ci kilometrə olan məsafə nəqliyyat vasitələrinin hərəkətinə tam bağlıdır. Səbəb gördüyünüz kimi ərazidə deməli Azərbaycan Avtomobil Yolları Quba 5 nömrəli yol istismar idarəsinin ağır texnikaları işə cəlb olunaraq yolun hərəkət zolağının nəqliyyat vasitələri üçün bərpa etmək istəyir. Ancaq buna baxmayaraq deməli yolun hərəkət zolağında iri qaya parçaları və qar uçqunları buna bizə, yəni ki, işimizə çətinlik törədir. İntensiv yağışlar elektrik təsərrüfatına da ciddi ziyan vurub. Elektrik dirəkləri aşıb və qırılıb. Qeyd edilən kəndlərdə hazırda elektrik yoxdur. Elmin Kərimov, Səs TV, Quba.